Bak yuxarıdan yazılıb, qırmızıda bərqraf. Neçə dəqiqə qalıb? 47. Ha, çox. Deməli burada o vaxt almas deyirdi. Qoz ağacları, dədəm əymişdi qıraq. Hamısı tutub. Özdə bar verir, yekə ağaçlardır. Bundan əlavə divarın dibində tut ağaçları vardı. Rəhmətli Kamil dayım bunları calamışdı. Sonra buralar hamısı incir nə boyda zad olub. Böyük bir qəşəng. Bu da bura bizim kartoşkalığımızdır. Bu köynə tavladır. Buradan gəlirəm. Dədəmin hardansa getdiyi Azərbaycanda analogu olmayan inciri, qara incirini görün, çıxarda bilsəm birini çıxardacağım. Buradan görün, bulağa düşə bilirəm, düşə bilmirəm. Mən meşədim. Yegana, sən gəlmə bala. Bu dədəm əkdiyi incirdir. Görürsən, qol budaq gedib. Yetişəndə qara incir Azərbaycanda deyir, Həmzə 2 deyir olmayıb. Buradan dərsən bulağa yolda var. Mən indi bulağa gedirəm. Bulağı da çəkəcəm. Bax, görsün, meşədir. Hərə bir söz deyir. Gələndə məni kimi ürəkli olmaq lazımdır. Məni kimi ürəkli olun. İndi düşürəm bulağa. Vay dədə, vay. Bax, bu da bulağa gedən yoldur. Tamam itib. Mən çəkirəm. Bax, bulağın yan yörəsidir. Əziz qardaşlar, əziz dostlar. Mənim burada bulağa girməliyəm və baxmalıyam. Deməli, o vaxtlar mənim babam deyir ki, bu yazıq cəmaata yazığım gəlir. Gərək o bulağın üstəki bir daş var, onu qızam atam. Cəmaat su dolduranda onun üstünə düşəcək. İndi gedirəm görüm o daş yerindədir, yerində deyil. Diqqətlə baxın. Bax, dağdağan ağaçlardır. Cahanın cəvizlərindən əsər almaq yoxdur. Zoğallar amma yerindədir. Cəviz quruyub. Gəlib, çatırım mən bizim Dəfnəli bulağa. Deməli, əziz cəmaat, daş yerindədir, uçmuyub, bulaq da yerindədir. Amma çox maraqlıdır ki, bulağın o su gələn daşları hamısını qırıb dağıdıblar. Bax, görürsünüz, bu hissədən olan daşlar yoxdur. Amma babam deyən bu daş yerindədir, buradan bulaqda dolayı gəlirdi. Bunlar hamısı qopub, dağılıb, gedib. Bir dənə su cüzü gəlir, içməyə də yoxdur. Bax, bu qədər. Növbəti çəkiliş eləyəcəm.